Salam değerli vətəndaşlar, mən siyasi bloger Elnur Əliyev. Siz bilirsiniz ki, mən dəfələrlə Tərtər hadisələri barəsində çox videolar paylaşmışam və Azərbaycan Respublikasının hakimiyyəti, diktator rejimin Azərbaycan hərbiçilərinə qarşı, Azərbaycan vətəndaşlarına qarşı hörmətsizliklərini mən dəfələrlə işıqlandırmışam. Sizə bir video paylaşacağım və həmin videoda görəcəksiniz ki, Azərbaycanda gənclərimizi, gənc hərbiçilərimizi necə İlham Əliyev tərəfindən qətlə yetirilib və necə cəzalar verilib. Zəhmət olsa videoya baxın, videonu bəyənin, videoları paylaşın ki, qoy hər bir kəs görsün. Çox xahiş edirəm sizlərdən. Videoları paylaşın. Baxın, görün Azərbaycanın cinayətkarı İlham Əliyev necə oğraş, necə bir şərəfdir. Siz özünüz şahid olun, bax bu video. Polkovnik Leytenant Salih Qafarov 4 mayda tutulub, 13 mayda qətlə yetirilib. 2 övladı var. Kapitan Süleyman Kazımov 4 mayda tutulub, 7 mayda qətlə yetirilib. 2 övladı var. Baş Leytenant Adil Sabirli 6 mayda tutulub, 7 mayda qətlə yetirilib. Subay idi. Leytenant Təmkin Nazimoğlu 4 mayda tutulub, 13 mayda qətlə yetirilib. Subaydı. Leytenant Elçin Mirzəliyev 7 mayda tutulub, 25 mayda qətlə yetirilib. Bir qızı var. Ruslan Ocaqverdiyev Gizir 16 iyunda tutulub, elə həmin gündə qətlə yetirilib. 2 övladı var. Gizir Səxavət Bünyatov 8 mayda tutulub, 16 mayda qətlə yetirilib. 2 qızı var. Maxi Elçin Quliyev 3 mayda tutulub, 6 mayda qətlə yetirilib. Bir qızı var. Maxi Elxan Ağazadə 1 mayda tutulub, 11 mayda qətlə yetirilib. Subay idi. Maxi Mehman Hüseynov 1 mayda tutulub, 8 mayda qətlə yetirilib. 2 oğlu var. Əskər Dayandur Əzizi 12 mayda tutulub, 20 mayda qətlə yetirilib. Subay idi.